Çox vaxt məndən soruşurlar ki, Avropa istehsalı olan Priusla Amerika istehsalı olan Priusun arasındakı nədir fərq? Fərqlər kifayət qədər çox olmasa da, məncə ən böyük fərqini elə siz indi bu videoda görəcəksiniz. Belə ki, Amerikankaların çoxsunda maksimal sürət 171 km/saniyədə olduğu halda, Avropada gördüyünüz kimi bu rəqəm 180 kimi sürətlənə bilir. Daha maraqlı məlumat ondan ibarətdir ki, bu maşın 180 sürətdə belə ekonomiyasından bas keçmir. O boyda sürətdə cəmi 10 litr benzin yandırır. 100 kilometr məsafəyə. Super göstəricidir. Daha bir məlumatı çatdırım ki, Drom.ru saytının məlumatına əsaslanaraq deyə bilərik ki, Avropa istehsalı olan Prius 2 at gücü Amerika istehsalından daha çox. Birincisində 78 at gücü olan halda, ikincisində bu rəqəm cəmi 76. Bu da öz növbəsində benzin sərfiyyatına da öz təsirini göstərir. Gördüyünüz kimi Avropa istehsalı olan Prius'da 4,3 litr benzin sərfiyyatı göstərir hər 100 kilometrə, amma Amerikankalarda bu göstərici 5,1'dir. Videonu bəyəndinizsə like etməyi unutmayın. İnşallah növbəti videolarda görüşərik. Kanala hələ də abunə deyilsə, kanala abunə olmağı da məsləhət görürəm. İnşallah növbəti videolarda görüşərik. Sizinlə mən yenə Orxan idim. Allah hamd halal olsun, bol olsun.